Real Man City. Və bu da turun gözü olan bir mərkəzi oyunlardan biridir. oyunlardan biridir. Mən necə baxıram, o Realda oyunda düşüş var, Manchester City'də oyunda yüksəliş var. Və mən düşünürəm ki, əgər belədirsə, o zaman Manchester City qələbə qazanacaq. Heç şübhə yaratmır məndə. Bu oyun heç şübhəli deyil mənim üçün. Düşünürsən, bax Realın artıq bir neçə özdə elə Ancelotti dövründə düşmüşdü deyəsən o. Yəni zəif oyunlarında belə Manchester City'nin hücumunu əsasən də Hallandı qapadığı anlar olub. Real Bernabeu-da Realdır ya. Amma bir faktı unutmayaq, hal-hazırda biraz oyunu tapanmır Real. Manchester City ya son oyunlarda yaxşıdır. Qol vuran komandadır, yəni çox vurmağı bacarır. Real üçün çox çətin olacaq. Çox qollu oyun gözləyirəm. Açıq favorit demək mənə biraz qəribə gəlir. Çox qollu oyun da ola bilər, amma sonda Manchester City qələbə qazanacaq. Düşünürəm 1-3 ya 2-4 Manchester City olsun.